Müasir şəhərlərin salınmasında ən çox istifadə olunan materiallar sement, dəmir və şüşədir. Sözü gedən konstruksiyalarla inşa edilən binalar isə atmosferə daha çox karbon emissiyasının atılmasına səbəb olur və müasir urbanizasiya planlamasında yaşıllıq zonalarının salınması xüsusi yer almağa başlayıb. Çünki şəhərlərdə müşahidə edilən istilik adaları şəhərdaxili temperaturun yüksəlməsini daha da aktivləşdirir və orta hesabla yaşayış məntəqələrində ildə atmosferə atılan karbon qazı payının 37%-i ağac sayının kifayət qədər olmaması ilə əlaqələndirilir. ...2022-ci ildə BMT-nin məskunlaşma proqramının Polşanın Katowice şəhərində keçirilən WUF 11 forumu çərçivəsində təbiətə əsaslanan həllər mexanizmi adlı sənəd qəbul edilib. Sənəd əlçatan və inklüziv urbanizasiya planlamasında ağacların təkcə estetik elementi kimi deyil, şəhərin iqlimə uyğunlaşma sisteminin əsas tərkib hissəsi kimi qiymətləndirilməsinin vacibliyini ön plana çəkir. Və bu layihə bir çox ölkələr üçün prioritet istiqamət kimi dövlət siyasətinin bir parçasına çevrilməsinə töhfə verib. Cari ilin may ayında Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək və bu ev sahibliyi əbəs yerə deyil. Çünki artıq müasir şəhərsalma prinsiplərinə əsaslanaraq Bakı da getdikcə yaşıllaşır və burada hər il əkilən ağacların sayı da artmaqda davam edir. Son 5 ildə WUF 13-ə ev sahibliyi edəcək Bakıda 30-dan çox park salınıb, 150 hektara yaxın ərazi yaşıllaşdırılıb və ya yenidən qurulub. 10 minlərlə ağac və kol əkilib. Ağacların mühafizəsi və monitorinqi üçün Idea İctimai Birliyinin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə şəhər yaşıllıqlarının reyestri layihəsi icra edilib. Və bu layihə təkcə Bakı ilə kifayətlənmir, ölkənin digər şəhərlərində də icra edilir. Bir çox hallarda Bakı şəhərində və bölgələrimizdə, parklarda, küçə və prospektlərdə ağacların üzərinə vurulmuş sarı lövhəciklər vətəndaşların diqqətini cəlb edir və bununla bağlı çoxlu suallar yaranır. Bu sarı lövhəcikləri bir növ ağacın şəxsiyyət vəsiqəsinə bənzətmək olar, hansı ki onun üzərində xüsusi QR kodu yerləşdirilir və eyniləşdirmə nömrəsi var. Həmin eyniləşdirmə nömrəsində biz ağacın fin kodu kimi qəbul edə bilərik. Layihə çərçivəsində hər bir ağacın kataloq məlumatları toplanılır. Bura ağacın növü, cinsi, fitosanitar vəziyyəti, gövdəsinin diametrli, hündürlüyü, onun 3 nöqtədən çəkilmiş foto şəkillər daxildir. Hər bir kəs ağac üzərində olan QR kodu oxutmaqla həmin bu məlumatları əldə edə bilər. Hal-hazırda ağac.az veb saytı vasitəsilə 80 minə yaxın ağacın məlumatı ictimai açıq formada təqdim edilir. Lakin bu kommunikasiya tək tərəfli deyil, yəni məlumatlarla tanış olmaqla yanaşı, vətəndaşlar aşkar etdikləri halla bağlı, ağacın quruması, onunla bağlı təhlükənin yaranması, onun ağacın öz ətrafına təhlükə yaratması kimi hallarla bağlı da operativ qaydada Nazirliyə bu resurs vasitəsilə məlumatın ötürülməsi də mümkündür. Gələcəkdə bu layihə çərçivəsində toplanmış məlumatlardan müxtəlif statistik təhlillərin aparılmasında, şəhər üzrə ağacların faydalı karbon duma əmsallarının hesablanmasında da istifadə oluna bilər. Ümumiyyətlə, layihə öz texniki və əhatə dairəsinə görə unikal təyinatlıdır. Dünyada çox az nümunəsi var ki, hansı ki, bütün ölkəni əhatə edir. Bu baxımdan da ölkəmizin ev sahibliyi eləyəcəyi Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyası çərçivəsində ətraf mühitin mühafizəsinə uğurlu bir töhfədir. IQ Air-ın qiymətləndirməsinə görə Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir. Son 3 ildə ölkəmiz 10 pillə irəliləyərək şəhərlərdə hava keyfiyyətinin sakinlər üçün əhəmiyyətli şəkildə əlverişli olmasına nail olub. Bu da şəhərsalma standartlarında ağaclarla memarlığın ən gözə çarpan nümunəsidir. Dünya təcrübəsində şəhər mühitində ağaclara qayğı və diqqət müxtəlif layihələrlə icra olunur. Avropanın və Almaniyanın ən yaşıl şəhəri Bonda elmi tədqiqat institutlarının könüllüləri ağacların daxili səslərini dinləyərək onların sağlamlıq vəziyyətini qeydə alırlar və urbanizasiyanın ağaclara vurduğu zərər aşkar edildikdə onlara zəruri qulluq göstərilir. What you guys are exactly doing here?
Ağaclar şəhər mühitində urbanizasiya ekosistemi, şəhər temperaturunun aşağı salınması və təmiz hava ilə təminat funksiyasını yerinə yetirməkdən ziyadə elektromaqnit dalğalarını və gözə görünməz şüaları udmaq qalxanı kimi də rol oynayır. Biz ağac daxilindəki səsləri dinləyirik və beləcə iqlim dəyişikliyi faktorunun şəhərimizə nə qədər təsir etdiyini təsbit edə bilirik. Xüsusilə göydələnlərin, yaşayış binalarının və asfalt örtüyü ilə əhatə olunmuş ağaclar bizə müasir şəhərsalma məntiqinin düzgün və ya yanlış olduğunu başa düşməyə imkan yaradır. Ən yaxşısı siz özünüz cihazı sınaqdan keçirin və təbiətin əsl səsini dərindən eşidin. Yes, I can hear the radio. You can? You found that was better to be heard higher? Demək çox maraqlı bir səs gəlir ağacların içərisindən və sanki damarın içərisinə qan axır və bir qan pompalanır kimi bir hissi. Səs gedib gəlir, məncə içərisindəki sudur, amma dostlarımız məncə bizə bununla bağlı daha ətraflı açıqlama verə bilərlər. Və ən maraqlısı bundan ibarətdir ki, ağacın yuxarı hissəsinə tutduğumuz zaman mən bir radionun səsini eşidirəm. Bu o deməkdir ki, ağaclar həm də məhz gravitasiya dalğalarını da alırlar və beləcə radio dalğalarını da eşitmək mümkündür. ...2018-ci ildə Malayziyada keçirilən WUF-9 çərçivəsində radioelektron siqnallarının urbanizasiya və təbiətə vurduğu zərərləri geniş əhatə edən Mantova xartiyası qəbul edilib. Buna səbəb radio və telekommunikasiya avadanlıqlarının ötürdüyü siqnalların ağacların yarpaqlarına vurduğu zərərlə bağlı idi. Bununla yanaşı mobil operatorlarının istifadə etdiyi güllələrin 3, 4 və 5G kimi siqnal ötürücülüyü tezliklərinə də minimal və maksimal səviyyə müəyyən edilib. Sözü gedən dalğalar şəhərlərdə bütün canlıları daxildən qurutduğu üçün ətraf mühit problemləri ilə yanaşı şəhərsalmada insan faktoru mövzusu gündəmə gəldi. Urbanizasiya sahəsində inkişaf etmiş ölkələrdən biri də Braziliyadır. Burada 1860-cı illərdə əhali əsasən Amazon cəngəlliyi ətrafında yaşayırdı və şəhərsalma standartları isə tamamilə fərqli bir mənaya gəlirdi. Lakin 1980-ci illərdən sonra isə buradakı şəhərsalma prinsipləri artıq müasir tələblərə cavab verir və dünya təcrübəsində geniş istifadə edilir. Braziliyada sürətli urbanizasiya keçidi 200 il ərzində cəngəllikdən şəhərlərə siyasəti çərçivəsində yerinə yetirilib. Şəhər əhalisi əvvəlki illərlə müqayisədə 15%-dən 80%-ə qədər artıb. 1970-1990-cı illərdə mənzil çatışmazlığı 100 minlərlə ev vahidi səviyyəsinə çataraq ciddi sosial problemə çevrilirdi. Bu problemin həlli üçün dövlət sosial mənzil proqramları və yerində inkişaf yanaşmasını tətbiq edərək bəzi qeyri-rəsmi yaşayış sahələrini infrastrukturla təmin etdi. Eyni zamanda şəhər planlaşdırılması çərçivəsində yaşıllıqların və park sistemlərinin genişləndirilməsi ekoloji tarazlığın qorunmasında əsas istiqamət oldu. Amma son illərin göstəriciləri Amazon meşələrinin qırılması nəticəsində Braziliya Amazonu daxilində 1,5 milyon insanın evsiz qalacağını ehtimal edir. Meşələrin azalması yerli xalqların həyatına və mədəniyyətinə də təsir göstərir. Amazon hövzəsində 400-dən çox yerli icma yaşayır və onların bir çoxu meşələrin həm yaşayış, həm qida, həm də mənəvi varlıq məkanı kimi qoruyur. Və tədqiqatlar da göstərir ki, təxminən Amazon meşələrinin 14%-i azalıb və buradakı bioçeşidlik də təbii ki, öz növbəsində məhv olur. Və əgər ki, iqlim dəyişikliyi bu sürətlə gedərsə və insanın yaratdığı faktorlar bu meşələrə ciddi şəkildə təsir edərsə, yaxın 25 ildə biz planetin ağciyərlərini itirə bilərik. Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası hər kəs üçün layiqli mənzil mövzusuna həsr olunub. Və bu çərçivədə ölkəmiz ev sahibi kimi təhlükəsiz, yaşıl və davamlı şəhərlərin qurulması, hər kəs üçün mənzil təminatı sahəsində strateji addımların təşviqi məqsədi ilə üzv dövlətlərin və tərəfdaşların səylərini birləşdirəcək.